Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. 1 iyul bugündən, bu tarixdən etibarən artıq imtahan gününə qədər MİQ imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə hər gün sınaq paylaşılacağım kanalda və bu inşallah ki sizlər üçün faydalı olar. Eyni zamanda ətrafınızda da həmkarlarınızdan kimlərsə MİQ imtahanına hazırlaşırsa, bu videonu onlara göndərməyiniz imtahan zamanı onlar üçün faydalı ola bilər. Gəlin, vaxt itirmədən suala keçid edək və kanala abunə olmağı, sonda isə suallardan neçə düz, neçə səhviniz olduğunu qeyd etməyi unutmursunuz. Ona görə də özünüzdə hər birini qeyd aparın, rəy bölməsində sonda qeyd edəcəksiniz. Birinci sualla başladıq. Verilənlər arasında hansı iş üsulu verilməyib? Eyni əşya, hadisə və məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşma tələb edir. Hansı ki bu üsul əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması iş üsuludur. B variantında biz bunu görürük. Əşya və hadisənin xüsusiyyətini tapmağa xidmət edir. A opsiyon iş üsuludur. A variantında görürük. Hər hansı bir mətnin sonunda mətnin ideyasını, əsas fikri bir neçə sözlə qısa, lakonik şəkildə ifadə edilməsidir. Sinkve ilə söhbət gedir burada. C variantındadır. Real hadisələr üzərində problem həll etmə bacarığı tətbiq edilir. Şagirdlər real həyata hazırlanır. Söhbət insident üzərində işdən gedir. Amma sinektikaya aid heç bir variant verilməyibdir. Bizdən də hansı variant, iş üsuluna aid variant verilməyibdir? Y variantını seçə bilərik. Y variantına aid heç bir variant verilməyib. Növbəti sualımıza baxaq. Verilənlərdən biri uyğunluğu pozur. Sağ qalma ehtiyacı seçim nəzəriyyəsinə aid olan bir sualdır. Sağ qalma ehtiyacı qida, sığınacaq, fiziki rahatlıq, nizam-intizam, təhlükəsizliklə əlaqəlidir. Doğrudur. Yəni burada sağ qalma ehtiyacıdır. Qidadır, sığınacaqdır, fiziki rahatlıqdır, təhlükəsizlik baxımından qorunmasıdır. Bunların hər biri daxildir. Ümumiyyətlə, gəlin bir xatırlatma eləyək. Seçim nəzəriyyəsinin hansı ehtiyacları var? Sağ qalma ehtiyacı, sevgi ehtiyacı, azadlıq ehtiyacı, güc ehtiyacı və əylənmə ehtiyacı vardır. Əylənmə ehtiyacında hiss, sevinç, məmnunluq, oyun, yumor, şənlik, insanın həzz aldığı fəaliyyətlərlə məşğul olmaq daxildir. Bəli, bura daxildir. Azadlıq ehtiyacı. Şagirdlərə seçim imkanının verilməsi nəzərdə tutulur. Doğrudur. Y variantına baxaq. Sevgi ehtiyacı ən mühüm ehtiyacdır. Doğrudur. Şagirdlər arasında münasibətlərin qurulması üçün çox vacib komponentdir. Doğrudur. D variantına baxaq. Güc ehtiyacı. Şagirdin dalaşkanlığı, zorakılığı bura daxildir. Doğrudur. Müəllim təhlükəsizlik və hörməti dəstəkləyən davranış qaydalarına riayət etməklə şagirdlərin nizam və təhlükəsizlik ehtiyaclarını təmin edə bilər. Baxın müəllimlər, ilk cümləmiz şagird davranışı, zorakılığı bura daxildir. Güc ehtiyacına aiddir. Yəni bura kimi bir yanlışımız yoxdur. Amma sonda müəllim təhlükəsizlik və hörməti dəstəkləyən davranış qaydalarına riayət etməklə şagirdin nizam təhlükəsizlik ehtiyacını təmin edə bilər. Bu hissə sağ qalma ehtiyacına aiddir. Yəni güc ehtiyacına biz bunu aid edə bilmərik. Yəni burada uyğunluğu pozanı istəyirdi. D variantında da uyğunluğun pozulduğunu biz görürük. Cavab olacaq D variantı. Üçüncü sualımıza baxaq. Cədvəldir və cədvələ əsasən uyğunluğu istəyir. Cədvələ əsasən uyğunluq deyəndə doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. Şagirdləri keyfiyyətlə bağlı gündəlik müzakirələrə cəlb edə bilərik ki, şagirdlərin öyrənmə əhəmiyyətini dərk etsinlər. Doğrudur. Burada yanlış bir fayda yoxdur. Başqalarına təhlükə yaradan davranışlara tolerantlıq göstərin. Daha doğrusu burada tolerantlıq göstərməyin olmalıydı. Yəni biz burada yanlış olduğunu görürük. Çünki başqalarına təhlükə yaradan hərəkətlərə qarşı, vəziyyətə qarşı biz necə açıq tolerant davrana bilərik? Yəni biz buna tolerant davranmalı deyilik. Yəni yanlış bir cümlədir bu. Çıx işarəsi qoyduq qabağından. Şagirdlərin məktəbdəki fəaliyyətləri, nizam, intizam, yardımsevərliyini və məktəbdəki əhvallarını müəllim qiymətləndirməlidir. Müəllim deyil, şagirdlər özləri öz əhvallarını qiymətləndirməlidir. Yenə də verilən prinsiplər seçim nəzəriyyəsinin məktəb mühitinə aid olan
prinsipləridir. Fərdi və ya qrup problemini həll etmək və əməkdaşlığı möhkəmləndirmək üçün müntəzəm sinif iclasları keçirilməlidir. Doğrudur. Biz doğrudan 1-i götürdük, yanlışdan 3-ü götürdük. 1 və 3 cavabımız olacaq B variantı. 4-cü sualımıza baxaq. Bullyingin müəyyən edilməsi yollarından deyil. Bullyingin müəyyən edilmə yolu var və qarşısını alma yolu var müəllimlər. Məsələn, bu hissədə verib A variantında anonim sorğu. Anonim sorğu nədir? Bullyingin müəyyən edilməsinə. Yəni, bu yollarındandır. Esse yazmaq bullyingin müəyyən edilməsi yollarındandır. Mənəvi dəyərlərin aşılanması. Mənəvi dəyərlərin aşılanmasıdır. Şagirdlərdə emosional intellektin formalaşdırılmasıdır. Şagirdlərin maarifləndirilməsidir. Bunlar bullyingin qarşısını alma yolları ola bilər. Və yaxud buzqıraz strategiyasının keçirilməsi və s. Yəni, bunlar bullyingin qarşısının alma yolları ola bilər. Bullyingin müəyyən edilməsi deyil. Valideynlərlə əməkdaşlıq bullyingin müəyyən edilməsinə aiddir. Şagirdlərin şəxsi portfolyoların yaradılması bullyingin müəyyən edilməsinə aiddir. Cavab qaldı C variantı. Mənəvi dəyərlərin aşılanması, şagirdlərdə mənəvi dəyərin aşılanması bullyingin qarşısını alma yollarına aiddir. Müəyyən edilmə yoluna aid deyil. Cavab oldu C variantı. Əgər bu tip videolar sizə faydalı olursa, kanala abunə olmağı, həmkarlarınızla bölüşməyi unutmursunuz. Baxaq 5-ci suala. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyirsə, doğrudan doğru, yanlışdan yanlış. Hekayənin əvvəlində, ortasında, sonunda əsas qəhrəmanın xüsusiyyətini izah edin. Anlamaq mərhələsi doğrudur. Verilmiş düstura əsasən məsələni həll edir. Verilmiş düstura əsasən məsələni həll eləməsi tətbiq yox, anlamaq mərhələsi olmalı idi. Amma bizə burada deyir, tətbiq etmək yanlışdır. Eyni materialdan istifadə etməklə divar rəsmi çəkin. Tətbiq etmək mərhələsinə aiddir, doğrudur. Verilmiş mətndə vacib olmayan fikirləri ixtisar edin. Əsas ideyasını dəstəkləyən fikirləri qeyd edin. Tətbiq etmək. Amma bu tətbiq etmək deyil, təhlil etməkdir. Təhlil etmək mərhələsinə aiddir. Deyir, vacib olmayan fikirləri ixtisar elə, əsas ideyanı dəstəkləyən fikirləri qeyd elə. Təhlil mərhələsinə aiddir. Yanlışdır, çıx qoyduq qarşısından. Bizə uyğunluq dediyinə görə doğrudan 1-i götürə bilərik. Yanlışın altından bizə yanlış lazım idi, 4-ü götürə bilərik. 1 və 4 cavabımız olacaq A variantı. Baxaq növbəti suala. Verilənlərdən biri yanlışdır. Formativ qiymətləndirmə müşahidə davamlı aparmalıdır. Bəli, formativ qiymətləndirmədə müşahidə davamlı aparılmalıdır. Və davamlı olması lazımdır formativ qiymətləndirmədə. Davamlı, arası kəsilməz bir prosesdir müşahidənin aparılması. Tapşırıq və yaxud testlə də məhdudlaşa bilməz. Yəni, müşahidə bütün tədris prosesində davam etdirilməlidir. Rəy yalnız formativ qiymətləndirmədə verilə bilər. Yəni, rəy verilən zaman bu həm formativ qiymətləndirmədə verilir, həm də summativ, yəni yekunlaşdırıcı əks əlaqə qura bilərik. Sonda da summativdə də biz rəy verilə bilər. Bu yanlışdır. Yəni, yalnız formativdə dediyinə görə bunu doğru kimi götürə bilmərik. Qeyri-formal müşahidə dərs zamanı aparılır. Formal və qeyri-formal müşahidə olunur. Qeyri-formal müşahidə dərs prosesində aparılır. Yəni, biz bunu doğru götürürük. Formal müşahidə kiçik layihələrdə, viktorinalarda, ümumiləşdirici dərslərdə aparılır. Doğrudur. Formativ qiymətləndirmə zamanı 3-2-1 üsulu, rubrik, işıq-for, BB üsulundan və s. istifadə etmək olar. Bəli, bir neçə üsul var ki, yəni BB formativ qiymətləndirmə üsulu olaraq biz bunu istifadə edə bilərik. Doğrudur, verilən üsullarda formativ qiymətləndirmə üsuluna aiddir. İndi verilənlərdən hansı yanlışdır dedi? Yanlış olan B variantındadır. Yalnız formativ qiymətləndirmədə rəy verilə bilər. Xeyr, summativdə də verilə bilər. Yekunlaşdırıcı rəy də ola bilər. Cavab oldu B variantı.
uyğunlaşdırın. Pre-konversiyonal səviyyə, konversiyonal səviyyə, postkonversiyonal səviyyə. Bu sual Lawrence Kohlberg'in mənəvi inkişaf nəzəriyyəsinə aiddir. Pre-konversiyonal səviyyənin iki mərhələsi vardır. İtaət və cəza, individualizm. Konversiyonal səviyyəyə daxildir qəbul olunma və səlahiyyət və sosial nizamı qoruma. Postkonversiyonal səviyyə, sosial müqavilə, universal etik prinsiplər bura daxildir. Şagird cəza almaqdan qorxduğu üçün dostuna kömək etmir. Çünki cəza alacaq. Cəza aldığına görə dostuna kömək etmirsə, itaət və cəza var burada. İtaət və cəza hansı səviyyəyə daxil idi? Postkonversiyonal səviyyə. Burada qarşısından qeyd edirik. İnsanlar bir-birini başa düşməyi, hiss və həyəcanın anlamağın öyrədilməsidir. Verilən situasiya universal etik prinsipə aiddir və universal etik prinsip postkonversiyonal səviyyə səviyyəsinə aiddir və 2-yə B-ni 3-ə qeyd edirik. Daha sonra C variantına baxaq. Şagirdlər bu mərhələdə nəyin doğru, nəyin yanlış olmasını müəyyən edən sosial qaydaların qəbul olunması ilə xarakterizə olunur. Bu isə konversiyonal səviyyəyə daxildir. Konversiyonal səviyyənin qarşısından da C-ni qeyd elədik. 1A, 2C, 3 isə B. 1A, 2C, 3B. Cavab olacaq C variantı. 8-ci suala baxaq. Müəllim şagirdlərə sual verir. Səncə baş verənlərə niyə belə reaksiya verdin? Baş verən hadisəyə başqa tərəfdən baxmaq olarmı? Müəllim şagirdlərdə emosional intellektin hansı komponentini inkişaf etdirmək istəyir? Emosional intellektin hansı komponentləri var? Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlılıq, münasibətlərin idarə edilməsi. Yəni, özünü dərkdə şagirdin öz hisslərini dərk eləməsi nəzərdə tutulur. Məsəl üçün, sevinç hissidir, qorxu hissidir, qəzəb hissidir, kədər hissidir və s. Yəni, bunu uşaq bilir ki, hansı hissdir, o hissi tanıyır. Yəni, özünü dərk edir. Daha sonra özünü idarə etmədə isə, yəni adı üstündə o hissi keçirən zaman öz hisslərini, sevinç hissidir, özünü idarə etməyə başlayır. Qəzəb hissidir, uşaq orada özünü idarə etməyə başlayır. Özünü idarə etmədən söhbət gedir burada. Yəni, müəllim burada şagirdə yönləndirici sual verir. Səncə baş verənlərə niyə belə reaksiya verdin? Baş verən hadisəyə başqa tərəfdən baxmaq olarmı? Müəllim burada nəyə yönləndirir şagirdi? Özünü idarə etməyə. Yönləndirici sual verməklə özünü idarə etmə. Özünü idarə etmə D variantıdır. Bu komponenti müəllim şagirddə inkişaf etdirmək istəyir. Cavab oldu D variantı. 9-cu suala baxaq. Xarakter formalaşmasını, şagirddə xarakterin formalaşması mərhələləri ilə bağlı biri yanlışdır. Əxlaqi dəyərlərin olmadığı dövrdür. Bu dövr körpəlik illərinə təsadüf edir. Şagird nəyin yanlış, nəyin doğru olduğunu dərk etmir. Bəli, əxlaqi dəyərlərin olmadığı dövr körpəlik illərini əhatə edir. Bu dövrdə uşaq nəyin düz, nəyin səhv olduğunu anlamır. Əxlaqi dəyərlərin olmadığı dövrdə şagirdin emosiyalarına nəzarət etmək mümkün olmadığından sadəcə olaraq etdiyi bütün hərəkətləri öz fiziki ehtiyaclarını ödəməsi üçün edir və bu dövr 2 yaşına qədər, uşaq doğulduğu gündən 2 yaşına qədər olan dönəmi əhatə edir. Yəni, burada yanlış bir variant yoxdur. A variantı getdi. Özünə yönəlmə mərhələsi bu mərhələdə uşaqlar qaydalara əməl etməyə çalışır. Çünki etməsələr onları pis nəticə gözlədiyini bildirir. Belə bir ifadə verilibdir. Özünə yönəlmə mərhələsi 2 yaşdan 6 yaşa qədər olan dönəmi əhatə edir. Yəni, erkən uşaqlıq illərini əhatə edir. Şagird qoyulan qaydanı dəyəri bilir. Sadəcə olaraq qaydaları əməl edərək özünə əziyyət vermir. Sadəcə şagird burada özünü məmnun etməyə çalışır və biri yanlışdır deyir. Elə biz B variantını yanlış olaraq götürə bilərik.
Qeyri-rasional şuurlu dövr yeniyetməlik dövrüdür. Emosiyalarının təsiri altında olur uşaq, doğrudur. Rasional şuurlu dövr yetkinlik yaşlarına təsadüf edir. Burada fərd öz məntiqi ilə hərəkət edir, doğrudur. Ənənələrlə ayaqlaşma dövrü 6-12 yaş aralığını əhatə edir. Bəli, doğrudur. Ənənələrlə ayaqlaşma dövrü 6-12 yaş aralığını əhatə edir və uşaqlar burada qaydalara əməl etməyə çalışır və qaydalara əgər riayət eləməzsə, uşaqları pis nəticə gözlədiyini bilir. Məsəl üçün, cəza ala bilər valideyni tərəfindən və ona görə də qaydalarla ayaqlaşmağa çalışır. Doğrudur. Yanlış olan B variantı oldu. Baxaq növbəti 10-cu suala. Şəxsiyyətin formalaşması üçün istifadə olunan strategiyadan deyil. Yüksək ideyalara sahib olmaq, sosial və emosional bacarıqlar, iradə gücünün formalaşdırılması, mükafatlandırma və mənfi nəticələr, valideynlərlə əməkdaşlıq etmək. Şəxsiyyət formalaşması üçün istifadə olunan strategiyalardan deyil, valideynlərlə əməkdaşlıq etmək. Amma mükafatlandırma, mənfi nəticə, qruplarla iş, tərbiyədə əks əlaqə, sağlam və qayğıkeş mühit, müsbət gözlənti, düşünmə vaxtının verilməsi, yəni bunların hər biri strategiyalara aid ola bilər. Valideynlərlə əməkdaşlıq isə şəxsiyyət formalaşmasına istifadə olunan strategiyalardan deyil. Cavab oldu Y variantı. Suallar bu qədər müəllimlər. 10 sual hazırlamışdım sizlərə. 10 sualdan neçə düz, neçə səhv olduğunu rəy bölməsində mütləq şəkildə qeyd edin. Sağ olun, salamat qalın. Sabahədək.